Hər birinizə salam. Mən bu günləri ticarətə başlasam, yəni elektron ticarətə başlasam, hardan və necə başlamalıyam tipli suallarını qrupumuzdan çox alırdım. Bugün bu mövzunu tamamilə bu suallardan ibarət olaraq nəzərə alıb və bu sualların bir daha verilməməsi üçün bütün məlumatlar əsaslı danışacağım. Çünki bu günümüzdə çox təəssüf ki, yüzlərlə insan var ki, hətta minlərlə insan var ki, elektron ticarəti, yəni bu iş modelinin sanki bir aldatma, sanki bir fırıldaq olduğunu düşünür. Amma 2015, 2010, hətta daha da keçmişə getsək, o vaxtdan bəri elektron ticarətin aktiv olduğu bir dönəmdir və elektron ticarəti eləyib yüz minlər və milyonlar, milyardlar qazanan insanlar var ki, bu günləri maddi və mənəvi azadlıqlarını yaşayır və mən də bunların daxilində olaraq mən bu günləri elektron ticarət edərək maddi həyatımı azad olaraq və mənəvi həyatımı rahat olaraq keçirə bilirəm. Bu günlərdə sizə bu videoda bu dəstəyi sunaraq hansı ki bu sualları aradan qaldırmaq üzərində çalışacağam. Çünki qrupumuz var. Həmin qrupumuzda bizə bu tip suallar çox gəlir ki, mən bu sualların cavabını bu videoda bitirəcəm. Beləliklə elektron ticarətə niyə başlamalıyam? Elektron ticarət 2000 belə qeyd etsək, Amazonun yaranma tarixindən bu yana olan bir prosesdir. Amazon'dur, eBay'dir, Walmart'dır, bu kimi platformalar marketplace gedir. Hansı ki bizim ənənəvi yolda olan sədərək toptancı olan mağazamız online prosesdə Amazon, eBay və digər platformalardır. Hansı ki bunlar yarandığı dövrdən bu proses başlayıb və artıq elektron ticarət periodu aktiv sayılır. Elektron ticarət periodunda da iki tip insanlar var. Ya öz mağazasını elektronlaşdıran, yəni özü artıq öz geyimini, öz istehsal etdiyi məhsulları online prosesə keçirib satışını təmin edən ki, bugün bu tip mağazalar 10 minlər, 100 minlərlə bu tip mağazalar var ki, fərdi şəxslər artıq öz istehsal etdiyi modelləri satışını təmin edirlər və yaxud da bizim kimi dropshipping modeli ilə başlayıb sonradan markalaşma perioduna keçən şəxslər. Və digər tip insanlarsa marketplace'lərdə öz istehsalatlarını yerləşdirib və yaxud da ki yenə dropshipping modeli ilə marketplace'lərdə satış edən şəxslər. Bax, bu tip insanlar bu yollar vasitəsilə elektron ticarətə başlayıb və nəticəsində satışlar edərək öz həyatlarını sürdürürlər. Və mən sizə burada gördüyünüz şəkil skrinlər üzərindən danışacağım. Burada gördüyünüz məlumata əsasən elektron ticarət ildən ilə artım faizləri üzərində davam edir. Hansı ki bu artım faizləri və ildən ilə də artaraq gedəcək. Bu günlərdə elektron ticarət bizim bazar payımızın, yəni dünya bazar payının 20-25% aralığındakı miqdarını təşkil edir. Bu da deməkdir ki, elektron ticarət tələbatı artacaq. 2020 pandemiyasında bir çox dünya tərəfindən elektron ticarət aktivləşmişdir, daha üstün levelə və sonradan yenə stabilliyinə qayıdaraq elektron ticarət dövriyyəsində davam etmişdir. Və bu cürdə davam edərək gedəcək və inkişaf olunacaq. Bu günlərin mağazalarına gəlsək, biz iki yolla başlaya biləcəyimiz üçün biri, sıfır sərmayəsi olan insanlar elektron ticarətə necə başlasın və pulu olanlar necə başlasın tipində sualın cavabında isə sıfır büdcə ilə olanlara məsləhət marketplace üzərindən davam etməkdir. Məsələn, bizim qlobal üzərində, yəni Amerika üzərində satış etdiyimiz eBay platforması. Hansı ki biz burada sıfır sərmayə, yalnız bizim burada ehtiyacımız olacaq. İlk satışımızı alandan sonra həmin satışın ödənişini göndərə biləcəyimiz kiçik məbləğlər. Bu məsələn ilk satışımızda 15 dollarlıq məhsul ola bilər, 40 dollar ola bilər. Bu məbləği göndərəcək məhsulun məbləğində miqdarında pul lazım olur bizə ilk başda. Bunu da ki əldə etmək çox asandır. Yəni bu günləri sən eBaydə bir satış al, təki bir satışı alınıb o 30 dollarlıq bir satışı göndərəcək, yəni 57 manat, 60 manatlıq məbləği zəng edib dostdan ala bilərsən, kredit götürə bilərsən və sair kimi yollar var ki, sən o satışın məbləğini göndərəsən. Çünki bilirsən ki, həmin məhsulun sən pulunu artıq alacaqsan 10-15 gündən sonra. Bax, sıfır sərmayə ilə bugün eBay ticarətdən başlayıb pul qazana biləcəyimiz çox gözəl bir marketplace-dir və fürsətlə doludur. Burada da statistikasını göstərirəm sizə ki, marketplace olaraq eBay qlobal tərəfdə, yəni Amerika tərəfdə 3-cü trafiki ən yüksək olan mağazalardan, yəni marketplace-lərdən biridir. Hansı ki siz burada girib satış edə bilirsiniz. Sonra üst levellərə qalxdıqca artıq siz
gedib Amazonda da öz məhsullarınızı stoklayıb satışını edə bilərsiniz və yaxud da məbləğləriniz artdı. Bizim kimi Shopify üzərində öz mağazalarınızı qurub dropshipping modeli ilə başlayıb satışlar edə bilərsiniz. İkinci model də dediyim kimi dropshipping modeli adı altında. Əslində yenə eBay-də də biz dropshipping edirik. Bu sizi çaşdırmazsa. İkinci model Shopify üzərindən altyapı olan web sayt qurma platforması üzərindən şəxsi mağazalarımızı qurub, şəxsi mağazalarımız üzərindən məhsullar satış edirik. Burada bizim üstünlüyümüz və fərqimiz də ondan ibarət olur ki, eBay bizə hazır trafiklər verir, hazır trafik üzərindən satış gedir. Amma Shopify bizə özümüzün trafik yaradacağımız bir platform olduğu üçün biz orada məhsul qiymətini də özümüzə uyğun və sata biləcəyimiz tərzdə tənzimləyirik və bunun üzərindən Shopify üzərində satışlar edib öz gəlirlərimizi qazana bilirik. Məsələn, eBay üzərində 1 illik dövriyyədə sən 50.000 dollarlıq satış edə bilirsənsə və bunun sonuçta faizi, vergisi çıxdıqdan sonra sənə qalan kar marjası 9.000, 10.000 aralığında dəyişirsə, Shopify üzərində olan periodda sən 6 ay ərzində hətta çox gözəl marketinq və yaxud satış biliyinə sahib olub 3 ay, 2 ay, 1 ay ərzində sən 50.000 dollarlığı rahat edib qazana bilər və buradan sən 20% olaraq, yəni 10.000, 20.000, 25.000 dollarlıq aralığı ilə məbləğini götürə bilərsən və bu çox qısa bir sürətdə olur. Təbii ki, Shopify-a başlamaq üçün sənin az da olsa bir sərmayə, bu sərmayə 1000 dollardan 5000 dollara qədər dəyişir. Artıq sənin bacarıq, belə deyim, qabiliyyətə qalır. Başlayıb sən öz gəliri qazana bilərsən. Amma sıfır sərmayə ilə bir gün başlayacağın eBay-dir. eBay ilə başla, 1 il çalış, e-ticarətin nə olduğunu anla. 1 il içərisində sən e-ticarətdən gəldiyin məbləğ vasitəsilə keç Shopify üzərindən satış edib öz gəlirlərini artırmaq üzərində işləyə bilərsən. Və bu günlərin statistikaları göstərir ki, bizə e-ticarət ildən ilə inkişaf edir və burada unutmayacağınız bir məqamı bildirmək istəyirəm. E-ticarət inkişaf etdiyi period üzərində də qəlizləşmə periodu gedir. Yəni ildən ilə artan bir bazarın artdıqca aqressiv satış periodu var və aqressiv satış periodunda artıq rəqabət aparmaq çətinləşir və siz bu rəqabət üçün daha çox biliyə və daha çox inkişafa səbəb olmalısınız və bunu da indidən başlamaqla siz əldə edə bilərsiniz. Yəni bu gün bu videonu izlədiniz, getdiniz bir başqasını izlədiniz, bir başqasını. Bu cür izləmələr sayəsində yalnız məlumatı ala bilərsiniz. Aksiyon hərəkətə keçməyib, bazardasa sizdən əlavə var, bu videonu izləyib başlayanlardan artıq dal düşürsünüz. Yəni bu günləri başlamaq sizin ən uğurlu atacağınız ilk addım olur və bu uğur sayəsində davam edib siz qazanırsınız. Təbii ki, biz elektron ticarətə başlayanların tək biz yox, yəni bunun statistikalarda deyir. Başlayanların 80%, 90% uğursuz olduğundan sonra bir daha bu periyoda başlamır və təəssüfü içində bu biznes modelindən uzaqlaşır və bunda da onu deyim ki, bu biznes modeli sənin 100% qazana biləcəyin bir biznes modelidir. Sadəcə bunun üçün sən davamiyyətin olmalıdır. Mənim tanıdığım şəxslər var ki, hansı 30-20 məhsuldan sonra uğurlu bir Shopify mağazası olub və yaxud 2 ay dayanmadan eBay-ə məhsul yükləyib 2 aydan sonra ilk satışlarını almağa başlayıb. Yəni bu periodlar sizin davamlı olma nəticəsinizdə olur. Gəlsək biz daxili bazarda, yəni Azərbaycan bazarında biz ticarəti necə eləyək, məhsulu necə tapaq, hardan başlayaq, bu tip suallarımız da olduğuna görə Azərbaycan bazarındasa sizin eləyə biləcəyiniz ticarət modelinin ən gözəl yolu toplantılarımızı sədərəkdən tapmaq və yaxud da Yumiko Market üzərindən araşdırıb məhsulları tapa bilərsiniz. Təbii ki, Yumiko Marketdə olan bəzi şəxslərin demək olar ki, çoxu alıb-satım məntiqi ilə işləyir. Amma siz onlarla yanaşı, oradan danışıb, onlardan da topdan qiyməti ala bilərsiniz. Böyük ehtimal özləri toplantıdan 10 manata alırsa, 3 manat da qoyub sizə satacaq və siz də bunu 30-40-a sata biləcəyiniz bir məbləğ, yəni satdığınız məhsulun üzərinə 40-50%lik bir məbləğ qoyub sata biləcəksinizsə daxili bazarda almaq sərf edər və yaxud da gedib toplantıını birbaşa sədərəkdən özünü tapa bilərsiniz və yaxud da daxili bazardan yox, kənar bazardan məhsul gətirə bilərsiniz ki, burada siz artıq böyük bir periodlu satış dövriyyəsinə gələndə stoklama periodunu keçəndə etməyiniz daha tövsiyəlidir. İlk başda 20-30 dənənin çalışın, toplantısını tapın. Zaten həmin toplantınızdan sonra onun gətirmə periodu üzərindən məhsul gətirə bilərsiniz və burada da minimal ödənişlərini edərək məhsulunuzu əldə edə bilərsiniz və bu yolun üzərindən daxili bazarda ticarət etməlisiniz və edə bilirsiniz. Bu günlərə ticarətimizi daxili
daxili bazarda eləyən şəxslər də var, çox gözəl nəticələri də var. Gəlsək bəs daxili bazarda ödəniş perioduna. Bizim daxili bazarda ödəniş periodu təəssüf ki, kartla müştəri etmir. Bunun səbəb aldatma və qorxu üzərində verilmiş məlumatlardır. Bu gün xəbər saytlarının verdiyi məlumat odur ki, kiminsə kartından 5000 oğurlandı, 3000 oğurlandı və bu qorxu üzərindən bizim insanlar mağaza üzərinə girib ödənişlərini etmirlər və biz bu yolda məcburən müştəridən nəğd şəkildə alırıq. Əgər kart üzərindən alırıqsa, yəni qapıda kartla ödəniş olacaqsa, post terminal prosesi ilə ala bilərik. Burada da bizim daxili bank biznes hesabları üzərindən ödənişi alıb vergiləndirmə prosedurumuzu edirik. Və burada da biz bunun üzərindən satışlarımızı, yəni daxili bazarda nəğd formada və yaxud da kartla post terminal üzərindən ödənişləri qəbul edirik. Qapıda təhvil verərkən və yaxud da ki, sizin biznesinizdə yaxşı bir biznes modeli qura bilərsiniz ki, müştəri birinci ödənişi atar, sonra məhsul göndərilər. Təbii ki, bu sizin yanaşma tərziniz, verdiyiniz güvən və sizə inanan müştərinizin prosedurundan asılı olan prosesdir. Yəni, bir günlərdə daxili bazarda satış eləməyin qısacası mağaza üçün məhsulu sədərəkdən tapırıq. Bu məhsulu reklamını batırıq, sosial medialardan və yaxud videolarını çəkib orqanik təqdimatlarını edirik və bu yolla biz Azərbaycan bazarında məhsullarımızın satışını edə bilirik və bu yolla da elektron ticarət periodumuzu davam etdiririk. Təbii ki, elektron ticarət daha çox ödənişi kartla olan periodda sayılır. Yəni, qapıda ödəniş elektron ticarət sayılmır. Çünki bəzi şəxslərin görürəm ki, yazırlar ki, bizim web mağaza açmamıza nə ehtiyac? Durub Instagramdan açıb satırıq da. Yəni, bu bizə daha faydalıdır. Amma orada da sizin itirdiyiniz çox şey var. Birincisi, data dediyimiz əsas müştəri məlumatıdır. Məsələn, bizim bazarda SRM dediyimiz müştəri datasını toplamış bir məlumat sistemi olunan mağaza sayı çox azdır və bunu böyük şirkətlər edərək davamlı müştərilərinə, yəni lokal müştərilərini yaradıb öz satışlarını 2 qat, 3 qat artıra bilirlər. Amma bizim Instagram üzərində etdiyimiz periodda bu mümkün deyil və Instagram bir sosial media platforması. Siz orada tanıda bilərsiniz, məhsulu təqdim edə bilərsiniz, amma satışı üçün mütləq şəkildə web mağazanız olsun, web mağaza üzərindən öz məhsullarınızı yerləşdirib, həm satışını təmin etməyə çalışıb, həm də müştəri datası üzərindən davamlı lokal müştəri bazanızı qura bilərsiniz. Təbii ki, burada bizim bazarda sat vur çıx misalı o qədər yüksək səviyyədə deyil. Burada davamlı satış üçün belə 1-2 ay siz dayanmadan çəkilişlər etməli, paylaşım etməli, reklam etməlisiniz və sonra satış həcmi artmağa başlayır. Və daxili bazarda da sosial media üzərindən olunan satış da elektron ticarət sayılmır. Yəni, bu heç bir periodda sayılmır. Yəni, buna elektron ticarət demirik. Elektron ticarət üçün mütləq veb-sayt və veb-sayt üzərindən ödəniş qəbul olunmalıdır. Və bu günlərdə siz də bir mağaza açarsan, mütləq veb-sayt qurmağı bacarın, veb-sayt üzərindən satış etməyə çalışın ki, sizin davamlı gəlirləriniz və davamlı data məlumatlarınız olsun. Qlobal bazardasa artıq bizim eBay və yaxud da Shopify üzərindən başlayaraq satış etmə periodumuza gəlirik və bu günləri qeyd etdiyim kimi mütləq başlayacağınız bir dövrdür. Mənim öz baxış buzağıma qalsa 5 ildən sonra elektron ticarət o qədər aqressiv və çətinləşmə periodunda olacaq ki, bugünkü qədər və bundan da əvvəlki qədər asan bazara daxil ola bilməyəcəyik və asan daxil ola bilmədiyimiz üçün də bir çox şeyi itirib və artıq o manatda azadlıq periodunu indidən başlayanlar qazanıb, başlamayanlarsa qazana bilməsi çətin olacaqdır. Bunun misalını belə qeyd edeyim sizə. Məsələn, Bakı şəhərində bu günləri tam mərkəzdə 20-30 dənə obyekt var. Bu günləri məsələn həmin ərazidə olan obyektlər 6-7 il bundan qabaq 500 manat idi arendası və 500 manata açıb özünün qazancını tutmuş şəxslər bu günləri orada rahat öz mərkəzində çalışa bilirsə, bu gün sizin oraya gedib həmin məbləğlə bir mağaza almağınız, həmin məbləğlə o bazara girib orada rəqiblərini üzərindən keçmək, çünki rəqiblər də artıq sizin bazarınızı əlinizdən alacaq perioda gəliblər, yəni həcmi var və siz orada rəqabət aparmağınız üçün çox böyük sərmayələr, çox böyük marketinq bilikləri və bəzi fərqli şeylər etməli olacaqsınız. Yəni işiniz çətinləşmiş olacaq. Eyni proses elektron ticarət üçün də gözləniləcəkdir ki, gözlənilir və görürük də bunu. Hansı ki 2015-də, 2013-də olunan elektron ticarət anlayışı ilə indi olunan elektron ticarət anlayışı tamam fərqlidir. Bizim sadəcə elektron ticarətdə üstünlüyümüz AI modelləşməsi üzərinə apardığımız statistik olaraq prosedurdur ki, burada biz AI bizim işimizi asanlaşdırır, amma bu təbii ki, yenə də rəqabət üzərində yenə çətinlik və yenə uğursuzluq olma ehtimalları çoxdur və bu getdikcə artacaq. O səbəbdən 2026-da elektron ticarətə necə başlamalı olsam bu videoda olduğu kimi
başlayaram və niyə başlamalı olmalıyam, niyə başlamalıyam sualında da qeyd etdiyim kimi bu videoda baxdıqdan sonra mütləq sualının cavabı əsasında başlamağa çalışaram. Dostlar, videonu bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Fikirlərinizi də yorumlarda yazmağı unutmayın. Bu mənim üçün çox önəmlidir. O fikirlər əsasında yeni kontentlər üretib çəkirəm və sizə maksimum səviyyədə ticarət biliklərini ötürməyə və dəstək olmağa çalışıram. İzlədiyiniz üçün təşəkkürlər.